Salam, hər vaxtınız xeyir. Bu videoda biz Dimin 20 variant sınaq imtahanı kitabından, ədəbiyyat fənni üzrə olan 20 variant sınaq imtahanı kitabından sınaq imtahanının 12-nin suallarına baxacağıq. Sınaq imtahanının sualları ümumi mövzulardan əhatə olunmuşdur. Digər sınaqlar da kanala yerləşdirilir və bundan sonra yerdə qalan 8 sınaqda çox qısa bir zamanda kanala yerləşdirilmiş olacaq. Siz də videoları bəyənib kanala abunə olmaqla öz dəstəyinizi bildirmiş olarsınız. İndi isə başlayaq sınaq imtahanının suallarına. Birinci sual. Basadın Təpəgözü öldürdüyü boyda Aruz Qoca obrazı ilə bağlı doğru fikirləri müəyyən edin. Təpəgözü qeyri-insani davranışlarına görə cəzalandırır. Bəli, Təpəgöz uşaqlarla oynayanda birinin burnunu qoparır, birinin qulağını qoparır. Ona görə Aruz Qoca onu cəzalandırır. Bu doğrudur. Oğul ölümünün acısını yaşayır. Bəli, Qıyan Səlcik oğlu ölür, onu Təpəgöz öldürür. Basadı qardaşının intiqamını almaq üçün göndərir. Xeyr, belə bir şey yox idi. Basat özü gedir. Oğuz bəylərinin tapdığı uşağı övladlığa götürür. Bəli, Basadı övladlığa götürmüşdü. Bəzi məqamlarda Qazan xanı ehtiyatlı olmağa çağırır. Xeyr, o bu boyda deyil. 1, 2, 4 cavab olur. C bəndi. 2. Nizami Gəncəvinin İskəndərnamə poeması ilə bağlı klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Niqumaş oğlunu Şahzadəyə tapşırır. Ərastu və İskəndəri Feyləqusun siyasətinə zidd tərbiyə edir. Xeyr, belə bir şey yox idi. Feyləqusun siyasətdə düzgün siyasət idi, doğru siyasət idi və İskəndər də yəni onun siyasətini davam etdirir. Bəzi məqamlarda məsələn Dariya Feyləqus illərlə xərac göndərsə də artıq İskəndər ona göndərmir və onunla müharibə edə bilir. Amma siyasətləri demək olar ki eynidir. Ona görə bu səhv cavab olur. İskəndərə var dövlətə qul olmamağı məsləhət görür, doğrudur. İskəndərin hər gizlin biliyi əldə etməsinə nail olub, bəli onun müəllimi idi. Oğlu və İskəndərdən ölkəni ağır xərcdən xilas etmələrini gözləyir. Xeyr, belə bir fikir yox idi. Cavab olur 2, 3, D bəndi. 3. Sabirin Əkinci şeirlə bağlı yanlış fikirlərdir. Satirik gülüş ön plandadır, doğrudur. Əkincinin haqqını tələb etməsi mülkədarın hiddətinə səbəb olur. Xeyr, burada tipi öz dilindən danışmaq üsulundan istifadə olunur və burada əkinci danışmır, mülkədar danışır. Ona görə 2 səhvdir. Mülkədar əkinciyə həqarətli münasibət bəsləyir. Mülkədar, bəli bu doğru fikirdir, yanlış fikirlər soruşur, bunu götürmürük. Əkincinin savadsızlığı onun öz nitqində üzə çıxır. Xeyr, əkincinin nitqi yox idi. 4 səhv deyirsə 4-ü götürürük. Əkincinin Rivanın təbiət hadisələrindən asılı olması da əksini tapmışdır. Bəli, orada deyir çərtkələr yedi, sonra dolu düşdü. Bu fikirlər var deyə bu səhv fikir, doğru fikir olur. Ona görə cavab olur 2, 4, C bəndi. 4. Bəxtiyar Vahabzadənin İstiqlal poemasının məzmunu ilə bağlı səhv fikri müəyyən edin. Bir olan vətən ikiyə bölünür. Bəli, Quzeyli, Güneyli Azərbaycan. Quzeydə xalq imperiyaya qarşı etiraz səsini ucaldır, doğrudur. Afrika zəncirləri yad elləri öz torpaqlarından qovub çıxarır, var idi. Xalqımızın doğma dilinin unudulması üçün qadağalar qoyulur, var idi. Sərhəd diləkləri qəlblərdən keçən körpünü də bağlayır. Xeyr, bu yanlış fikirdir. Hətta o poemada belə bir beyt var ki, sərhəd diləkləri xəbərsiz oldu bizim qəlbimizdən keçən körpüdən. Yəni, sərhəd diləkləri qəlblərdən keçən körpünü bağlamır. O, yəni ona təsir etmir. Onlar öz aralarında mənəvi körpü yaratmış olmuşlar. Quzeyli, Güneyli Azərbaycan əhalisi. Ona görə cavab olur E bəndi. 5. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Yalan çəkinmədən öz böhtanını deyər həqiqətin üzünə qənşər. Gerçəksə dişinə tutub canını, yalanın yerinə xəcalət çəkər. Doğru fikirləri soruşur. 1-ci misrada bədi təyin işlənmişdir. Yalan çəkinmədən öz böhtanını, xeyr yoxdur. Şeir bədi təzad üzərində qurulmuşdur. Bəli, yalan, həqiqət, gerçək, yalan. 2 düzdür. Doğru fikirləri soruşur. 2 düzdür. Metafordan istifadə edilmişdir. Metafordan istifadə olunmuşdur. Deyər həqiqətin üzünə qənşər. Həqiqətin üzünə qənşər. Gerçəksə dişini tutub canını var. Metaforda var. 3-cü və 4-cü məsələdə təşbih vardır.
Gerçəksə dişini tutub canını, yalan yerinə xəcal çəkər. Yoxdur. İkinci misrada inversiya emosionallığı daha da qüvvətləndirilmişdir. Gerçəksə dişinə, yox, deyər həqiqətin üzünə qəncər. Burada inversiya var. 2, 3, 5 cavab olur. 2, 3, 5 cavab olur D bəndi. 6. Seyid Əzim Şirvaninin Güş Qıl müxəmməsi ilə bağlı doğru fikirdir. 1. Şeir din xadimlərinə Zahidə xitabən başlayır. Güş Qıl müxəmməsi ilə bağlı. Yox, bu yanlış fikirdir. Musiqinin gizli sirlərindən agah olmaq üçün qəflət pambığını qulaqdan çıxarmanın zəruri olduğu ifadə olunur. Bu doğru fikirdir. Musiqinin insanı dünyanın qəmindən uzaqlaşdırdığı fikri əksini tapmışdır. Doğrudur. Musiqini anlayan insanlar nəfəsi ilə cansızlara can verən Davud Peyğəmbərə bənzədir. Və cansızlara can vermirdi. O cansızlara musiqi, yəni Davud Peyğəmbər təsir edə bilmirdi fikri vardı orada. Lirik qəhrəman tarın qadağan edilmiş alət sayılması fikrini böhtan hesab edirdi. Bəli, var idi. 2, 3, 5 C bəndi. 7. Vəzirova Müsibət Fəxrəddin əsəri əsasında Eyler-Venn diaqramına uyğun olmayan fikirləri müəyyən edək. Nahaq qan tökülməsinin intiqam almağın əleyhinədir. 1. Nahaq qan tökülməsinin intiqam almağın əleyhinədir. Bu Mahmud bəy idi. Bəli. Olmayan dediyi üçün biri çıxırıq. 1 olur. Vaxtsız ölümü ilə faciənin baş qəhrəmanı səviyyəsinə yüksəlir. Xeyr. 2 yanlışdır. Qardaşı qan davasının qurbanı olur. Hər ikisinə aiddir. Mahmud bəy də Rəşid idi. Rəhmətə gedən Şahmar bəy də Fəxrəddin. Bu düz fikirdir. Ona görə bunu götürmürük. Fəxrəddinin mübarizəsinin mahiyyətini anlayır. Fəxrəddinin mübarizəsinin mahiyyətini anlayır. Düzdür. Hər ikisinə aiddir. Yox, üzrsən, aid olmayan deyil. Ortaya yazıldığı üçün aid deyil. 4. Doğma adamın öldürülməsinə görə intiqam almaq istəyir. Doğma adamın öldürülməsinə görə intiqam almaq istəyir. Bu da aiddir. Olmayan soruşur. Qardaşının intiqamını almağa müvəffəq olur. Xeyr, Şahmar bəy almır. 2, 4, 6 cavab olur. Beybəndi, biraz bu sualda diqqətli olmaq lazımdır. Adətən həmişə Eyler-Venn diaqramında uyğun olanları fikirləşdiyi, soruşduğu üçün belə olanda daha çox diqqət yetirmək lazımdır. 8. Aşıq Ələsgərin bir ay yarım Növbəhardan keçəndə qoşmasında əksini tapmışdır. Dağların bütün fəsillərdə aldığı görkəm bu deyildi. 2 qoşması var. Dağlar qoşması var Aşıq Ələsgərin. Bu bir ay yarım Növbəhardan keçəndə Nikbin deyil, bədbindir. Digəri Nikbin əhval ruhiyyədə olan qoşmadır. Dağların bütün fəsillərdə aldığı görkəm o digər qoşmasındaydı. Bizdən nə doğrunu soruşduğu üçün biri götürmürük. İnsanı vali edən yaylaqların kimsəsiz qalması, bəli, bu var. Müxtəlif dağların adı çəkilməsi, vəsf edilməsi, bəli, orada dağlar adları var idi. Bəzi təbiət hadisələrine yer verilməsi var idi. Ələsgərin özünü klassik ədəbiyyatın qəhrəmanlarından birinə bənzətməsi. Ələsgərin özünü klassik ədəbiyyatın qəhrəmanlarından birinə bənzətməsi, o burada yox idi. O digərində idi, Məcnuna bənzədirdi. Ona görə cavab olur 2, 3, 4, E bəndi. 9. Məhəmməd Füzulinin Leyli və Məcnun poeması əsasında verilmiş fikri tamamlayan bəndləri müəyyən edir. Anası Leylini məktəbə buraxmayandan sonra dərdli Məcnun neynədir? Bir neçə həmsöhbətinin təşviqi ilə səhraya gəzməyə çıxır. Bəli. Məktəbi tərk edir, evdən çölə çıxmır, özünə qapanır. Xeyr. Dərdini çəməndəki yaşıl otları açır. Bəli. 1-3 A bəndi. Cəlil Məmmədquluzadə Qurbanəli bəy əsəri ilə bağlı doğru fikirləri müəyyən edir. Pristavın Qurbanəli bəyi məclisə dəvət etməkdə siyasi məqsədi var idi. Siyasi məqsədi vardı, xeyr, ola bilərdi şəxsi məqsədi olsun, amma siyasi bir məqsəd deyildi, öz şəxsi mənafəyi üçün ola bilərdi. Süjet boyu əhalinin azlıqla sınağa çəkildiyi müşahidə olunur, xeyr.
İnsanlar əyləncə vasitəsinə çevrilir, bəli. Yerli mülkədarlar çuğulçuluğa yönəldilir, xeyr. Yadelli ağaların arvadlarının yerli xanımların həyatına marağı üzə çıxır, bəli, onların yaşayış tərzində onların marağı olur. 3-5 B bənd. 11. Hüseyn Cavidin ana əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Qadın obrazları oxuyub yazmağı bacarmırlar. Bəli, biz bunu harada görürük? İsmət məktubu gətirir, Səlma anaya verir. Səlma ana İsmətə deyir ki, sən gözlə, mən gedim məktubu oxudurum. Buradan da belə nəticəyə gəlir ki, iki qadın, ikisi də oxumağı bilmir. Ona görə biri götürürük. Doğru fikirlər deyə götürürük. Sonra sağ buraxılması üçün mərhəmət istəyən qatil obrazı var. Xeyr. Özü sevsə də sevən insanı anlamayan obraz yaradılmışdır. Bəli, İsməti istəyən oğlan Orxan. Bəli. 3. Qızların azad sevgisi əsasında ailə qurma hüququ yoxdur. Belə bir fikir yox idi orada. Ana obrazı üçün verilən sözə əməl etmək qisas duyğusundan yüksəkdə dayanır. Bəli. 1-3-5 D bəndi. 12. Mirzəlalın Vətən Yaraları əsərində təhkiyəçi ilə Nəsrəddin arasında ortaq cəhət. Qısa müddətli məzuniyyətə getmək, xeyr. Tar çalmağı bacarmaq, bəli, Nəsrəddin də bacardı bunu təhkiyəçi. Çünki təhkiyəçi onu Nəsrəddin evlərinə göndərənə deyirdi, tarımdan çalıb ifa edərsən. 2. Döyüşdə yaralanmaq, bəli, təhkiyəçi yaralanmışdı. Sonra gələndə isə görür ki, Nəsrəddin də yaralanıb orada. Komandirin köməkçisi olmaq bu Nəsrəddinə aid idi. Nömrəsi təhsil alıb, bəli, onlar tələbə yoldaşı idilər. 2-3-5 D bəndi. 13. Əhməd Cavadın Səsli Qız poeması ilə bağlı yanlış fikri müəyyən edin. İşğal pəncəsində olan xalqın heysiyyəti tapdalanır, bəli. Müxtəlif təbəqələrdən olan insanlar vətənin işğalına münasibətdə yekdil mövqeydədirlər. Bu yanlış fikirdir. Müxtəlif təbəqə deyirsə, burada əhalinin təbəqələri, aşağı təbəqə, orta təbəqə, yuxarı təbəqə, eyni zamanda oradakı hökümdardan da, yəni yuxarı təbəqədən hökümdardan söhbət gedir. Amma hökümdar belə etmir. Hökümdar öz mənafeyini götür və torpaqların asanlıqla satır və onların, yəni belə deyək də, onların işğal altında yaşamağa razı olur. Ona görə bu yanlış fikirdir. C bəndində baxın, elə dediyimiz C bəndində öz əksini tapıb. Bu doğru fikirdir, artıq C bəndindəki. 14. Nəsimi və Xətainin yaradıcılığı üçün ortaq cəhətləri müəyyən edin. Həm lirik, həm epik növdə yazılmış əsərləri var. Xətainin var, amma Nəsimin epik əsəri ümumiyyətlə yoxdur. Əsərlərdə sufi ideyana da yer vermişdir. Bəli, Nəsimi hürufiliyə başlamamışdan öncə sufilizmə aid də şeirləri var. Xətai isə ümumiyyətlə sufizmlə bağlı şeirləri hər zaman olub. 2. Məhəbbəti tərənnüm edən əsərlər yazmışdır. Bəli. Təriqət şeirləri yaradıcılığında mühüm yer tutur. Doğrudur. Həm əruz, həm də hicab vəznində yazılmış əsərləri var. Xətainin var, amma Nəsiminin yoxdur. Ona görə cavabı 2-3-4 E bəndi. 15. Cəfər Cabbarlının Oqtay Eloğlu əsəri ilə bağlı doğru fikirləri müəyyən edin. Tamaranın səhnədə rol ala bilməsinin səbəbi Azərbaycan dilini mükəmməl bilməsidir. Xeyr, bilmir o. Azərbaycan dilini bilmir. Hətta əvvəldən artıq görürsünüz ki, oxuyanda o bala sözünü bəla sözünü bala kimi deyir. Yəni o Azərbaycan dilini bilmirdi. Doğru fikir deyə biri götürmürük. Daha sonra Şekinski Oqtayın dönüşünü təsdiqləyən tamaşanın baş tutmaması üçün əlindən gələni edir, bəli edir və onun nəticəsində elə Tamara oynamır. Yəni Tamara ilə orada Xaspolad arasında diyaloq olur və Tamara oynamayacağını deyir. 2 doğru fikirdir. Oqtayı sürgündə yaşadan Firəngizə qovuşmaq arzusu olmuşdur. Xeyr. Qovuşmaq istəyirdi, amma qovuşmaq arzusu olmuşdur, deyildi. Xaspolodun Oqtayı səhnəyə qaytarmağının arxasında təmənnalı niyyəti vardı. Bəli, Xaspolod teatrın direktoru idi. Bilirdi ki, Oqtay rolu varsa bir tamaşada, o tamaşanın izləyəni çox olacaqdır və daha çox bilet satılacaqdır, daha çox bilet satılmağı daha çox pul deməkdir və ona görə də orada niyyəti var idi. Ona görə də Oqtayı səhnəyə geri döndərmək istəyirdi. Firəngiz əvvəllər tanış olmadığı rolu ifa etmək üçün səhnəyə çıxmaqdan çəkinir. Cavab olur 2-4 E bəndi. 16. Nümunədəki bəd təsvir və ifadə vasitələrini müəyyən edin.
Vətən bir budaqdır, yaşıl bir budaq. Ümiddən asılı yarpağam məndə. Ayağım altında çırpınır torpaq, yeriyən, düşünən torpağam məndə. Vətən bir budaqdır. Vətəni budağa bənzədir, təşbih. Nə var orada daha sonra? Düşünən torpağam məndə. Mən düşünən torpağam. İnversiya var burada. Məsələn, bu nümunəni götürdük. Var. Bir də ayağım altında çırpınır torpaq metafor. 2, 4, 5 C bəndi. 17. Koroğlu dastanında obrazlara əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Keçələmizə Bolu bəy. Koroğluya zərbə vurmaq üçün qıratı qaçırmağa təklif edir. Xatırlayırsa bu Mehdər mordusu idi. Ona görə də bu heç birinə aid deyil. A-nı çıxıraq. Hasan Paşanın qızını ona verəcəyi vədinə etibar etmir. Bu hər ikisinə aid ola bilər. Niyə? Çünki hər ikisi Hasan Paşanın qızı əvəzində etdilərin əvəzində Hasan Paşanın qızını istəyirdilər. Yəni, hər iki qızı vardı, hərəsi birini istəmişdi. Ona görə bunu 3-ə götürə bilərik. 3-ə B-ni götürək. Koroğlunu çətin vəziyyətə salmağa nail olur. Bu hər ikisinə aid idi. Bolu bəy də onu çətin vəziyyətə salır. Əlin qolun bağlayıb. Bir də Keçəl Həmzə də onu çətin vəziyyətə salmış olur. Bu da 3-ə ikisinə aiddir. Koroğluya verdiyi sözün üstündə durur. Bu Keçəl Həmzə aiddir. Demişdi ki, dəyirmanda demişdi, söz dəyirməndəkidir. B yox, D daha doğrusu. Deyirdi, atın, yəni əlimi qoyacam, sən atın üstünə çıxacaqsan. O var idi. Çənlibeldə Koroğlu qarşılığında onu tanımır. Bu da aid idi Bolu bəyə. 1-ə D, 2-yə B, C, daha doğrusu 3-ə B, C, 2-yə E cavab çıxır. Hansı cavabdır? E variantı. 18. Yanılmazlar və lətifələr üçün orta cəhətlər deyil. Baxaq. Təhkiyə əsasında yaranır, hər ikisinə aiddir. Nəzm və nəsr formasında olur. Xeyr, lətifələr nəzmli olmur. 2. Humoristik məzmunlu ola bilir. Bəli. İnsan xarakterin nöqsanları tənqid olunur. Bu lətifədə olur. Səs oyunu üzərində qurulur. Bu da yanılmaca aiddir. 2, 4, 5 cavab olur. C bəndi. 19. Xəlil Rza Ulturcun Qaytar mənim qüdrətimi Azərbaycan şeirlə bağlı doğru fikirləri müəyyən edir. Azərbaycanın qələbəsinə inam ifadə olunub. Bəli. Daha sonra. Şəhidlərin və ədəbi şəxsiyyətlərin adları xatırlanır. Bəli. Təbrizin, Ülvünün adı xatırlanır. Yeri gəlmişən Təbriz ilə Xəlil Rza Ulturcun öz oğludur. O da 20 yanvar hadisələrində şəhid olmuşdu. 2 də doğru fikirdir. Turan ellərini haqq işi uğrunda savaşa çağırış vardır. Turan ellərini haqq işi uğrunda savaşa çağırış vardır. Bu yox idi. Lirik qəhrəman özünü Həzrət Əli qılıncına bənzədir. Bəli, diqqətli oxusaz orada elə bir misrada var. Cavab olur 1, 2, 4, E bəndi. 20. Cümləni tamamlaya biləcək fikirləri müəyyən edin. Şah Abbas obrazı, bir də Qacar obrazından, daha doğrusu yox, ortaq cəhət demir. Şah Abbası Qacardan fərqlər olaraq zalim hökümdardır demərik. Qacarla müqayisə etsək, ona biz zalim deyə bilmərik. Saray əyyanların məsləhətinə möhtazdır. Bəli. Milli mənsubluğuna həqarətlə yanaşır. Xeyr. Hakimiyyətdən qısa bir müddətdə uzaqlaşır. Bəli. Yerinə də gətirirdik kimi Yusif Sərracı. 2, 4, B bəndi. 21. İlyas Əfəndiyevin dram əsərlərini müəyyən edək. Atayevlər ailəsi, Mahnı dağlarda qaldı, bir də məhv olmuş gündəliklər. 1, 2, 5, A bəndi. Asan suallar silsiləsinə daxildir. Seyirlərlə geriyə baxmaq qoca romandır, bunlar epik əsərlərdir. 22. Hemingway'in Qoca və Dəniz əsərində hadisənin arzulunu müəyyən edin. Arzulunu müəyyən edəndə
Əgər əsəri diqqətlə oxumusansa, artıq bu sual sənin üçün yəni bildiyin suallar silsiləsinə daxil olur. Əgər əsəri diqqətlə oxusaq. Oğlan başqa qayğı atasının təkidlə keçdiyini deyərək özünə bəraət qazandırmağa çalışır. Oğlan qocaya bundan sonra balıq tutmağa onunla gedəcəyini söyləyir. Oğlan qocaya onun üçün sardina tutacağını bildirir. Qoca və oğlan pivə içmək üçün terasa gedirlər. Burada birinci bu olur. Balığa getmək. Sonra artıq təkidlə başqa, orada söhbət edir ki, atamın təkidlə başqa qayığa keçdi. 1. Sonra pivə içməyə gedirlər terasa. Sonra isə oğlan qocaya onun üçün sardina tutabilir. 4. 2, 1, 4, 3. Cavab olur B bəndi. 23. Rəsulzanın Çınar ömrü şeirində təbliğ edilən dəyərlərdir. Əyilməzlik mütləq götürürük. Təmənnasız həyat yoxdur. Xatirələrdə iz qalan ömür, bəli. Fədakarlıq, cəsarət, xeyr. 1, 3. Müqayisə cədvəlindəki yanlış fikirləri müəyyən edin. Mirzə İbrahimov azad, Mirzə İbrahimov gələcək gün. Xalqın azadlıq mübarizəsindən bəhs edir. Xalqın azadlıq mübarizəsi deyil. Burada Pişəvərinin başlığı altındakı mübarizədə, yəni xalqın azadlıq mübarizəsində bu daha geniş bir anlayış olur. O bura aid deyil. Yanlış fikirləri deyir deyə biri götürürük. Ölümü belə azadlıq mübarizəsinin davam edəcəyinə inam yaradır. Bəli, burada var idi. Yanlışı deyir deyə bunu götürmürük. Baş qəhrəman hələ uşaqdan etirazı ruhu ilə diqqəti cəlb edir. Bəli, Firudin qaldıqları evdə o malikanənin sahibi şəxsin oğlu ilə dalaşır. Oğlu ona vurmaq istəyir, o da onun qarşılığında onu vurur. Yəni etirazçı ruhu var idi. Yanlış deyir deyə bunu götürmürük. Uşaq əməyinin istismarı problemi qabaraq təqdim edilir. Xeyr. Belə bir şey yox idi. Zülmə qarşı etiraz əksini tapmışdır. Hər ikisinə aiddir. Maarifçi obraz yaradılmışdır. Maarifçi obraz var idi. Gələcək gündəki müəllim. Qoca müəllim. Amma azadda yox idi. 6. Cavabı 1, 4 və 6. 25. Əfəndiyevin Xurşudbanın Natəvan əsərində Seyid Hüseyin obrazla bağlı yanlış fikirləri müəyyən edək. Cənubi Azərbaycan didərgən salınmışdır. Bəli, Xurşudbanın Natəvanın sarayına pənah gətirmişdir. Knyaz Xəsayın şübhələri onu narahat edir. Xeyr. Şuşada olan İran şahzadəsindən qurtulmaq üçün plan hazırlayır. Xeyr. Hidayət xanın həqarətli münasibətlə üzləşir. Bəli, aralarında olur. Bu səhnə var. Yazdığı şeylər Xurşudbani və Nəvvab tərəfindən təqdir edilir. Xeyr. Yazdığı şeylər Xurşudbani və Nəvvab tərəfindən təqdir edilir. Xeyr, yanlış fikirdə götürürükdə. Bəli. 2, 3, 5. Şıxlının Dəli Gür poemasında konfliktin tərəfləri idi. Marşlayan köhnə fikirlər, biri mütləq budur. Ruspərəstlər, millətçi qüvvələr, xeyr. Həmin dövrdə, yəni belə bir şey yox idi. Torpağın müdafiəsində qalğanlar, Çar hökumətinin nümayəndələri, bu var idi. Yerli mülkədarlar, haqqını tapdalan kəndlilər, xeyr. 1, 3. 27. Qanlı bənövşələr, intiqam. Baxaq. Ermənilərin öz uşaqları nifrət ruhunda tərbiyə etmələri əks olunur. Bu aid idi Qanlı bənövşəyə. Erməni obrazları azgöz xislətlərlə yadda qalırlar. B-də, intiqamda. Qadın obrazı ağır sınaq qarşısında qalır. İntiqamdaydı. Körpənin xilası işıqlı gələcəyin olacağına inam kimi məlanında körpə xilas olunmur. Təəssüf ki. Dost həyatını acısını yaşayan obraz yaradılmışdır. Bu da Qanlı bənövşələrdə idi. 1-ə A və Y, 2-ə B və C. Keçək mətn suallarına. Mətn təqib mətnidir. Bunu oxuyub da suallara da baxa bilərsiniz. İzahına baxaq, amma sualların izahına baxaq. 28.
Əsərlər əsasında cədvəldəki nöqtələrin yerinə uyğun fikirləri yazın. Təqib əsərində Oğru Cəlil, Küroltasındakı uyğun obraz təbii ki, ağlımıza nə gəlir? Kim gəlir? Keçəl Həmzə. Xarakterlərində oxşar cəhət nə götürə bilərik? Hiləgər idilər, namərd idilər. Yəni, bunlar onlara aid bir xüsusiyyətlər idi. Onlara inanan şəxslərə qarşı naxələf çıxmışdılar. Bu obrazların ortaq cəhətləri bunları yaza bilərik. 29. Əsərlərin forma və janr xüsusiyyətləri əsasında Eyler-Venn diaqramını tamamlayın. Təqib, Yaralı uşağın dastanı. Təqib romandan parçadır və nəsrlə yazılıb deyə bilərik. Yaralı uşaq dastanı nəzmlə yazılmışdır. Nəzmlə yazılsa nə olur? Mənzum hekayə olur. Bizdən forma və janr deyir deyə biz belə bir şeylər yaza bilərik də bura. Nəzmlə yazılıb deyə mənzum hekayə olur. Sonra ortaq cəhət nə deyə bilərik? Hər ikisi epik növdədir, bunu deyə bilərik. Epik növdəsi orada nə var? Təhkiyə var. Bunu da qeyd etmiş olaraq. 30. Əsər əsasında cədvələ tamamlayan fikirləri yazın. Bəd, təsir və ifadə vasitələri. Burada oxuyanda burada bir var idi. Acılı bir şallaq. Acılı şallaq bu epitetdir. Məsələn, bunu yaza bilərik. Bir də burada bunu görmüşdüm. Quş kimi. Köhlənin beyninə qonub. Quş kimi təşbih olur. Bunu da qeyd edə bilərik. Bu qədər. Bu sınağın da sualların izahı bitdi. Yerdə qaldı 8 sınağımız. Onlar da çox qısa bir zamanda kanala yerləşdiriləcək. Hər birinizə uğurlar arzu edirəm.